Sələflər sevirdilər bir-birlərinə eyiblərini xatırlatmağı, lakin gizlində. Mis'ar İbn-i Qidam rahimehullah deyir ki, Allah rəhm etsin o kəsə ki, gizlində məni ilə özü arasında mənim eyiblərimi mənə hədiyyə edər. Ona görə də heç kim deyə bilməz ki, mənə xatırlama etməyə ehtiyac yoxdur. Mənə nəsihətə ehtiyac yoxdur. Əksinə, ola bilər insan xeyirdə öndə gedənlər olsun, gedənlərdən olsun və xeyirdə tanımış insanlardan olsun. Lakin yenə də nəsihətə ehtiyac duyur o adam. Kim olursa olsun. Ömər radiyallahu anhu işarə edib Əbu Bakr radiyallahu anhuya nədə Quranın cəm olunmasında. Baxmayaraq Əbu Bakr radiyallahu anhu xəlifə idi. Nəsihət edir ki, Quranı cəm etsin və onun nəsihəti ilə cəm olub bu Quran.